Temperatur, orta kvadratik kinetik enerji, orta kvadratik sürət, ideal qazın hal tənliyi mövzusunun izahlarına başlayaq. Test A-dan Selsi şkalası üçün, yalnız Selsi şkalası üçün hansı ifadələr doğru deyil? Məndən səhv fikirlər soruşur. 0 nöqtəsi suyun donma temperaturudur. Bəli, bu düzgün fikirdir, amma məndən səhv soruşur deyə biri götürməyəcəm. 0 nöqtəsi suyun qaynama temperaturudur. Səhv fikirdir. Selsi şkalasında 100 dərəcədə su qaynayır. 0 nöqtəsi təbiətdə mümkün olan ən aşağı temperaturdur. Selsi şkalası üçün deyil, bu Kelvin şkalası üçündür ki, 0 Kelvin ən aşağı temperaturdur. Ona görə 2-3 səhv fikirdir, D variantı. Hansı cihazın köməkliyi ilə ideal qaz molekularının orta kinetik enerjisini müəyyən edə bilərik? Baxın, temperatur deməli cismi təşkil edən zərrəciklərin orta kinetik enerjisidir. Düzdürmü? Ona görə də temperatur ölçən cihazla mən orta kinetik enerjini ölçə bilərəm. Həm də kinetik enerji yalnız temperaturdan asılıdır. Ona görə də termometrdən istifadə edərək ölçə bilərəm. Qazın temperaturu termometrlə ölçülür. Y variantı. 4-ə baxaq. Suya Kelvin və Selsi şkalalı 2 termometr salınmışdır. Deməli, istilik tarazlıq halında Selsi şkalası üzrə temperatur 50 Selsi göstərsə, Kelvin şkalası üzrə neçəni göstərəcəkdir. Baxın. T Kelvin, yəni T Kelvin böyüyünə işarə eləyək. T Kelvin bərabərdir. T Selsi üstə gələk 273. Deməli, 50 Selsi üstə gələk 273. Bu da 323 Kelvini verəcək. Yəni, 4 olacaq Y variantı. Selsi şkalasında 7 Selsi artmasına Kelvin şkalasının hansı artımı uyğun gəlir? Deməli, Selsi şkalasında dəyişmə Kelvin şkalasındakı dəyişməyə bərabər olur. Yəni, delta T, yəni Kelvin şkalasındakı dəyişmə delta Selsi şkalasındakı dəyişməyə bərabərdir. 5 olur B variantı. Hansı temperaturda molekuların istilik hərəkətinin orta kinetik enerjisi 0-dır? Bu 0 Kelvindədir. İdeal qaz molekularının orta kinetik enerjisi 2 dəfə artarsa, temperatur dediyimiz kimi düz mütənasib asılıdır. Kinetik enerji ilə temperatur. Yəni, kinetik enerji yalnız temperaturdan asılıdır. 2 dəfə artırsa, o da 2 dəfə artacaq. A variantı olacaq. 8. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçərkən sıxlığı necə dəyişəcək? Baxın, burada bir halından 2 halına keçəndə görürük ki, temperatur 400 Kelvindən 800-ə gəlir, amma həcm dəyişmir. Həcm dəyişmirsə, sıxlıq da dəyişməyəcək. Deməli, rho nəyə bərabərdir? M bölünsün V-yə. Verilmiş kütlə deyir, M dəyişmir. Əgər V dəyişmirsə, onda rho da dəyişməyəcək də. Ona görə cavab A variantı olacaqdır. Otaqda olan termometrin göstərişi təsvir edilmişdir. Otaqdakı havanın temperaturu və cihazın xətasını müəyyənləşdirin. Gəlin, bir bölgünün qiymətini tez tapaq. Bunun üçün neyiniyək? Böyük bölgüdən özündən kiçik bölgünü çıxırıq. Cizgilərin sayını bölürük. 1, 2, 3, 4, 5, 6. Onda nə cizgi var? Deməli, oldu 1. Bir bölgü 1-dir. Xəta onun yarısıdır. Yəni 0,5 Selsi mənim xətamdır. Necə görək neçəni göstərir? Temperatur. Bura 20-dirsə, deməli, baxın, bax, düz bura olacaq 25 Selsi. Cavab B variantıdır. Baxaq ona. Deməli, 45 Selsi temperaturu Fahrenheit ilə ifadə edir. Selsidən Fahrenheitə keçməliyim. T Fahrenheit bərabərdir 5-də 9 T Selsi üstə gələk 32. 5-də 9 vurulsun. Selsini 45 verib. Üstə gələk 32. 9, 81 üstə gələk. 32-də mənə 113 Fahrenheit verəcək. Yəni, 45 Selsi 113 Fahrenheitə uyğun gəlir. 11-ə baxaq. Suya Fahrenheit və Selsi şkalalı 2 temperatur salınmışdır. Termometr daha doğrusu. İstilik tarazlıq halında Fahrenheit şkalası üzrə termometr 50 Fahrenheit olarsa, suyun temperaturunu Selsi ilə ifadə edin. Onun üçün nə edəcək? T Selsi bərabərdir 9-da 5 T Fahrenheit çıx 32. Yerinə qoyub Selsini tapacaq. 9-da 5 Fahrenheit neçə idi? 50 çıx 32. Bura mənə verdi 18-i. Deməli, oldu 9-da 5 vur 18. İxtisar getdi 2, 5-i də 2-yə vuranda olacaq 10. 10 Selsiyə uyğun gəlir. Kelvin şkalası üçün hansı ifadə doğrudur? 0 nöqtəsi suyun donma temperaturudur.
0 nöqtəsi suyun qaynama temperaturudur. 0 nöqtəsi təbiətdə mümkün olan ən aşağı temperaturdur. Baxın, Kelvin şkalasında 0 nöqtəsi təbiətdə mümkün olan ən aşağı temperaturdur. 3 düzgün fikirdir. Baxaq 13. Verilmiş kütləli ideal qazın temperaturunun qaz molekullarının konsentrasiyasından asılılıq qrafiki verilmişdir. Bu proses zamanı hansı fizik cəmiyyətin qiyməti artır? Baxın, T N-dən tərs asılıdır. P bərabərdir NK T-yə görə. Düzdürmü? Baxın, T nə olur? Artır. N nə olur? Azalır. Deyir, hansının qiyməti artır? Əgər N azalırsa, N bərabərdir. Böyüyən bölünsün V-yə. N azalırsa V artmalıdır. Yəni, həcm artır. Bir düzgündür. Sonra, orta kinetik enerjiyə baxaq. Temperatur artırsa, biz demişdik ki, orta kinetik enerji temperaturdan düz asılıdır. Əgər temperaturum artırsa, bunda kinetik enerjim də artacaq. Orta kvadratik sürətdə eyni şəkildə temperaturdan düz asılıdır. Orta kvadratik sürət. Ona görə də cavab 1, 4, 5 olacaq. Baxaq 14-ə. Təzyiq mütləq temperatur. BSD vahidi Kelvin olan temperaturdur. Pascal olan təzyiqdir. Müsbət skalyar cəmiyyəti, hər ikisi skalyar cəmiyyətdir. Molekular xaotik irələmə hərəkətinin orta kinetik enerjisidir. Bu isə temperaturun tərifidir. İndi boş xanalara uyğun gələni yazmalıyıq. P nəyə bərabərdir? NK T-yə. Bura olacaq T. T də bərabərdir. 2 Y kinetikin orta qiyməti bölünsün 3. Bax, kinetik nəyə bərabərdir? 2-də 3 K T-yə. Deməli, buradan da T-ni tapsaq, olacaq 2YK orta qiyməti bölünsün 3 K-ya. Baxın, buradan alınıb 30-dur. Deməli, burada olacaq YK da nəyə bərabərdir? MV kvadratı bölünsün 2. Yəni, T və kinetik enerjinin orta qiyməti. Bosman sabitinin əsas vahidlərlə ifadəsi məndən soruşur. Bosman sabiti bilirik ki, K ilə işarə olunur. Vahidi də joule bölünsün Kelvin. İndi joule açmalıyıq. Joule'un yerinə Newton vurulsun metr böl Kelvin. Bərabərdir. Newtonda açıq kilogram metr böl saniyə kvadratıdır. Baxın, yuxarıdakı metrlə vurulur. Olur metrin kvadratı bölünsün saniyə kvadratı vur Kelvin. Yəni, bu ifadə də harada verilib? C variantında verilibdir. Baxaq 2-yə. Mənfi 40 Selsi temperatura Kelvin şkalasında hansı temperatur uyğundur? Baxın, T Kelvin nəyə bərabərdir? T Selsi üstə gələ 273-ə. Bərabərdir. T Selsi mənə 40 verib, mənfi 40. Üstə gələ 273. Bu da mənə nəyi verəcək? 233 Kelvini verəcək. Cavab E variantı. Verilmiş kütləli bir atomlu ideal qazı qızdırdıqda kinetik enerjisi 2 dəfə artdı. Kinetik enerjim 2 dəfə artıb. Son temperaturum, yəni T2, 400 Kelvin olarsa başlanğıc temperatur, yəni T1 məndən soruşur. Bilirik ki, kinetik enerji temperaturla düz asılıdır. Bərabərdir 2-də 3 K T-yə. Bu ifadəyə əsasən deyirik ki, kinetik enerji yalnız temperaturdan asılıdır. İndi aralarındakı münasibət düz mütənasib asılıqdır. İndi yazaq Y1 bölünsün Y2. Bərabərdir T1 bölünsün T2-yə. İndi gətirin qoyaq yerinə. Y1 bölünsün 2Y1 bərabərdir. T1-i soruşur. T2 də 400-dür. Y1-lər ixtisar getdi. 2T1 400 isə T1-də nə qədərdir? 200 Kelvində. Cavab A variantı. İndi baxaq 4-ə. Başlanğıc təzyiqi. Yəni P1-i 30 kilopascal həcmi 4 litr, onda 4 vur 10 üstündə mənfi 3 kub metr kimi yaza bilərəm. Olan ideal qaz izotermik olaraq, izotermikdirsə, temperatur sabit saxlayıblar, genişləndirilir. Bu prosesin sonunda qazın həcmi 6 litr olarsa, yəni 6 vur 10 üstündə mənfi 3 kub metr olarsa, təzyiqi tapın. Qısa olaraq yazaq. P və nəyə bərabərdir? T-yə. İndi T sabitdirsə, P ilə V necə asılır? Tərs mütənasib asılır. Bunda tərs mütənasib asılıq yazaq. P1 böl P2, V2 böl V1-ə bərabərdir. İndicə qoyaq yerinə. 30 kilopascal 10 üstü 3 bölünsün. Deməli, P2 məndən soruşur, bərabərdir. V2 6, 10 üstü 3-ləri yazmıram, onsuz da ixtisar gedəcəklər də, ondan işimiz yoxdur, bölünsün 4. Buradan da P2-ni tapırıq, nə qədər edir? 20 kilopascal edir. Cavab C variantı.
Baxaq 5-ə. Sabit temperaturda T konstantdır. İdeal qazın 20% balondan çıxarılsa təzyiq necə dəyişəcək? PV bərabərdir M bölünsün M R-T. Temperatur sabitdir, R onsuz da sabitdir, M də sabitdir. İndi baxaq. Balon olduğuna görə V də sabitdir. Ağzı bağlı balondur. Elə bir 20% qaz çıxarılır, ondan sonra tezdən ağzı bağlanır. İndi bax, 20% balondan çıxarılsa, 20% çıxarılsa, onda nə qədər qalacaq? Əvvəl 100% idisə, 20% çıxandan sonra 80% qalır da. Nə qədər azalır? 1,125 dəfə azalır. Mənim onda kütləm, qazımın, yəni balonun içərisində qalan qazın kütləsi 1,125 dəfə azalır. P ilə də M düz asılıdır. Onda mənim təzyiqim də 1,125 dəfə azalmış olacaq. Cavab D variantı olur. Baxaq 6-ya. Bağlı qabda. Baxın, bağlı qab dedirsə tez V-ni konstant götürürəm. Olan qazın təzyiqi 3 dəfə azalarsa, orta kvadratik sürət necə dəyişəcəkdir? Baxın, V nəyə bərabərdir? Orta kvadratik sürət 3PV bölünsün M-ə. İndi baxın, ağzı bağlıdırsa V sabitdir. Sonra deməli, təzyiq 3 dəfə azalarsa, təzyiqim 3 dəfə azalarsa, P ilə də V kök 6 ilə düz asılıdır. Onda V kök 6-da 3 dəfə azalmış olacaq. 7-yə baxaq. Balondan qazın yarısını buraxsaq, qazın təzyiqi necə dəyişər? Yenə PV bərabərdir. M bölünsün M R-T. T sabitdir. Balon ağzı bağlı olduğuna görə V də sabitdir. M də onsuz da eyni ideal qazı da dəyişmir. M də sabitdir. İndi bax, yarısı buraxılsa, məsələn 100% idi, 50% qaldı. Nə qədər azaldı? 2 dəfə azaldı. P ilə də M düz asılıdır. Onda mənim P-im də 2 dəfə azalmış olacaq. Cavab A variantı. Verilmiş kütləli ideal qazın izotermik genişlənmə prosesi zamanı deməli, hansı zaman kəmiyyətlərdən hansılar sabit qalır? Necədir? İzotermik genişlənmə prosesidir. PV bərabərdir T-yə. İzotermik deyirsə T sabitdir. Genişlənmə dediyinə görə burada nə olur? V artır. V artdığına görə təzyiq azalmalıdır. İndi baxın, deyir hansılar sabit qalır? Temperatur sabit qalırsa, deməli, molekulanın orta kvadratik sürəti və orta kinetik enerji sabit qalmalıdır. Ona görə burada ancaq bir veribdir. Orta kvadratik sürət. Cavab D variantı. Deməli, qazın həcmi artır, sıxlığı isə azalır. Yəni, 1,3-də ona görə sabit qalmır da. Bir artır, digəri azalır. 9-a baxaq. İdeal qaz molekularının konsentrasiyası 3 dəfə azalanda, molekuların irəlmə hərəkətinin orta kinetik enerjisi 3 dəfə artanda qazın təzyiqi necə dəyişəcək? İndi gəlin yazaq. Bax, konsentrasiya 3 dəfə azalır. Orta kinetik enerji 3 dəfə artırsa, deməli, mənim temperaturum da 3 dəfə artır da. Dediyimiz kimi, orta kinetik enerji yalnız temperaturdan asılıdır. Əgər o 3 dəfə artıbsa, deməli, temperatur 3 dəfə artır. İndi təzyiqi məndən soruşur. P nəyə bərabərdir? N, K, T-yə. İndi bax, mənim konsentrasiyam 3 dəfə azalır. Temperaturum 3 dəfə artır. Bir 3 dəfə artıb, digəri azalırsa, K da sabitdir. Sabit cəmiyyət olduğuna görə P dəyişməyəcək. Cavab olur A variantı. Baxaq ona. Verilmiş növ bir atomlu ideal qazın sıxlığının qaz atomların konsentrasiyasının asılıq qrafikini müəyyənləşdirin. Rho nəyə bərabərdir? M0 N-ə. Düzdürmü? Bir atomludur, M kütlə dəyişmir. Rho artırsa, N də artır, düz asılıdırlar bir-birlərindən. Cavab B variantı. Deməli, Selsi şkalasının Kelvin şkalası arasında asılıq isə A variantında verildiyi şəkildədir. Verilmiş kütləli ideal qazın izoxar prosesdə sıxlığını təzyiqdən asılığı. Baxın, izoxar prosesdirsə sıxlıqda, həcmdə, sıxlıqda, konsentrasiyada sabit qalacaq. O da sabit qaldığı variantı seçməliyik. C variantında verilib. İzobar genişləndirilir. Yəni yazaq, P bərabərdir NKT-yə. İzobardırsa, nə olacaq? P sabit qalacaq. Genişləndiyinə görə V artacaq. V artdığına görə mənim temperaturum da artacaq. Ona uyğun olaraq mənim konsentrasiyam nə olmalıdır? Azalmalıdır.
P sabitdirsə, N-lə T K sabit olduğuna görə N-lə T tərs asılıdır. Ona görə tərs asılığa baxırıq. N azalıb T artmalıdır. Bu da D variantında verilibdir. Verilmiş kütləli ideal qazın izotermik genişlənməsi. İzotermik. T sabitdir. Genişləndiyinə görə V artır, P azalır. P azalır. P azaldığına görə də P ilə T sabitdirsə, P ilə N düz asılıdır. Onda N də azalacaq. Bizə elə qrafik lazımdır ki, T sabit olsun, orada N azalsın. O da A variantındadır. Verilmiş kütləli ideal qazın izoxor qızması. İzoxor sözü varsa, V-dir, N-dir, R-dur sabit qalmalı. Tez N-in sabit olduğu variantları seçirəm, digərlərini atdım. Ya C-dir, ya Y-dir. İndi baxaq. İzoxor qızırsa, temperatur artır. Temperatur artdığına görə təzyiq də artmalıdır. Çünki V sabitdir. P ilə də T düz asılıdır. Bu da hansı proses harada verilibdir? C variantında verilibdir. N sabit, P isə artır. Verilmiş kütləli ideal qazın izotermik sıxılmasına. P bərabərdir NKT-yə. İzotermik T sabitdir. Sıxılma dediyinə görə V azalır, P artır. P artırsa, T sabit olanda P artırsa, onda N də ona uyğun olaraq artmış olacaq. Bu da B variantında verilib. Verilmiş kütləli ideal qaz üzərində gedən izotermik genişlənmə. İzotermik genişlənmədirsə, T sabitdir. Baxın, P-nin belə düsturu var. Rho RT bölünsün M-ə. Baxın, izotermik dediyinə görə T burada sabitdir. Genişlənmə dediyinə görə V artır. V artdığına görə P azalır. P azalır. P ilə də Rho düz asılıdır. Ona görə Rho da azalmalıdır. Ona görə biz həm P-nin, həm Rho-nun azaldığı variantı seçməliyik. O da A variantında verilib. Sabit kütləli ideal qazın həcminin mütləq temperaturunun asılıq qrafiki verilibdir. Konsentrasiyanın təzyiqdən asılığı. Baxın, V sabitdirsə tez mən N-in sabit olduğu variantları saxlayıram. Elə hamısı çıxanda bir dənə A variantı qalacaq. V-dir, N-dir, Rho-dur. Yenə təkrar edirəm. Əgər biri sabitdirsə, o biriləri də sabitdir. Verilmiş qaz üçün həcmin sabit qiymətində şəkildəki qrafikə uyğun kütlənin mütləq temperaturunun asılıq qrafiki hansıdır? PV bərabərdir M bölünsün M RT. Qrafikə baxıram ki, P sabitdir. Və mənə şərtdə deyir, həcmin sabit qiymətində V də sabitdir. İndi baxaq, 1-dən 2-yə gedəndə T-ni artırıblar. T artıbsa, eyni ideal qaz olduğuna görə M də sabitdir, R onsuz da sabitdir. M ilə T yan-yana olduğuna görə tərs asılıdır. Onda mənim T-m artırsa M-im azalmalıdır. Onda bir-birlərindən tərs asılıq mən götürməliyəm. Cavab C variantı olacaq. İndi baxaq. P nəyə bərabərdir? NKT-yə. İndi bax, deyir ki, 1-2 prosesində. P də artıb, N də artıb. Onda T sabit qalıb. Bir-birindən düz asılıdır. Yəni, P artanda N artırsa, deməli T sabitdir. T sabitdirsə, mütləq burada kinetik enerjinin orta qiyməti də sabitdir. Biz mən o variantları seçirəm. Ya A-dır, ya da ki B-dir. İndi baxaq görək nə başımıza nə gəlir. Deməli, burada P artıb. P də nəyə bərabərdir? Rho RT bölünsün M. Gəlin bu düsturla gedək. Bax, indi burada T sabitdir. P artır da, mən yuxarıda dedim ki, artır. Onda Rho da artmalıdır. Ona görə mən Rho-nun artdığı, YK-nın sabit qaldığı bir variant seçməliyəm. Cavab B variantıdır. Verilmiş kütləli bir atomla ideal qaz üçün qaz atomlarının orta kinetik enerjisinin təzyiqdən asılı qrafiki verilibdir. İdeal qazın mütləq temperaturunun asılı qrafiki. Bax, YK sabitsə T də sabitdir. Tez T-nin sabit olduğu variantları seçdim. Ya dedi, ya Y-dir. İndi görək başqa nə verir mənə. Mənə deyir ki, burada P artır. P artırsa, T konstant olanda V azalmalıdır. Mən ona görə T-nin sabit qaldığı, V-nin azaldığı variant seçməliyim. Bu da Y variantında verilir. Verilmiş kütləli ideal qaz atomlarının konsentrasiyasının mütləq temperaturdan asılı qrafiki verilibdir. Həmin qazın həcminin mütləq temperaturdan asılığı P nəyə bərabərdir? NKT-yə. Baxın, N ilə T tərs asılıdırsa, burada P-nin sabitliyindən mən danışa bilərəm. P sabitdirsə, və mən qrafikdən görürəm ki, 1-dən 2-yə gedəndə T azalır. P sabitdirsə, T azalırsa, onda V də azalmalıdır. Sabit kütləli qaz atomlarının konsentrasiyasının mütləq temperaturdan asılı qrafiki verilmişdir. Həcmin mütləq temperaturdan asılığı P nəyə bərabərdir? NKT-yə. İndi bax, T sabitdir.
T sabitdir, N azalır. N azalırsa P də azalmalıdır. İndi bax. T sabitdirsə, P azalırsa V artmalıdır. İndi mən T'nin sabit olduğu bir qrafik seçməliyəm. V-nin isə artdığı bir qrafik seçməliyəm. Bu da B variantında verilibdir. Qablarda olan su molekullarının orta kinetik enerjilər arasında hansı münasibət düzgündür? Orta kinetik enerji ancaq temperaturdan asılıdır. Temperaturlar da çoxdur, orada çoxdur. 1 ilə 2-də 20-dirsə, bir-birinə bərabərdir. Kiçikdirlər 3-cüdən. 3-cünün temperaturu daha çoxdur. Bu da C variantında verilib. Baxaq 25-ə. Sabit kütləli ideal qazın təzyiqinin həcmindən asılılıq qrafiki verilmişdir. Qaz molekullarının konsentrasiyasının mütləq temperaturdan asılılıq qrafiki hansıdır? Baxın, PV ilə tərs asılı. Mən buradan tez avtomatik nəticə çıxardıram ki, onda tek konstant qalıb. İndi baxaq. Və qrafikdən görürük ki, V azalır, P artır. Mən indi tez T'nin sabit olduğu variantı seçim. T'nin sabit olduğu variantı seçdim. Deməli, burada P artır. P də bərabərdir NK-T'yə. T sabitdirsə, P artırsa, burada N də artmalıdır. D variantında verilibdir. T sabit, N artır. Baxaq 26-ya. Yenə kinetik enerjilər arasında münasibət soruşur. Yəni kinetik enerji ancaq temperaturdan asılıdır. Burada 20 Selsi ilə verib, burada Kelvinə verib. Gəl Selsiyə çevirək. 270 üstün 30 gəlsə 303. Hər ikisində temperatur 303 Kelvindir. Deməli 1 ilə 2-də bərabərdir. Kiçikdir 3-dən cavab olur B variantı. Daha doğrusu C variantı. Verilmiş kütləli bir atomlu ideal qazın izotermik sıxılmasına uyğun proses hansıdır? Baxın, izotermik sıxılırsa, T konstant qalır. V azalır, P artır. V azalır, P artır, ona görə də N artmalıdır. İndi mən T'nin sabit qaldığı, N'in isə artdığı variant seçməliyəm. Baxaq, 1-2 qrafikinə baxsaq, burada, baxın, T sabit qalıb, N isə artır. Cavab C variantı. Baxaq 28-ə. Verilmiş kütləli ideal qazın təzyiq, temperatur qrafik verilibdir. Həcmlə böyük qiymət. P nəyə bərabərdir? T'yə. Buradan V-ni tapsaq, T-ni P-yə bölməliyəm də, düzdürmü? Aha. Deyə mən bu üsulla tapa bilərəm ki, baxın, buradan bir böyük, belə bir qrafik keçirdərəm. Belə bir qrafik keçirdərəm. Mən T-ni P-yə bölməliyəm də. Əgər P-ni T-yə bölsəm, ən bucaq, harada bucaq böyüdürsə, orada daha böyük olacaq. 1 daha böyük olacaq. Amma T-ni P-yə böldüyümə görə, burada harada bucaq kiçikdirsə, orada həcm daha böyük olacaq. Ona görə cavab C variantı olur. Sabit kütləli ideal qaz bir halından 2 halına keçdikdə orta kvadratik sürət və bərabərdir 3PV bölünsün M. Kütlə sabitdir. İndi baxaq. Bir halında təzyiq 3P0-dır, 2 halında P0 olub. Nə olub? 3 dəfə azalıb. Təzyiq 3 dəfə azalıb. V də 3 V0-dan V0-a gəlib. Həcm də 3 dəfə azalıb. Ümumilikdə kökün altı nə qədər azalıb? 9 dəfə. Kökdən də 3 çıxdığına görə buradan da alınır ki, həcm deməli 3 dəfə azalmış olub. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçdikdə onun sıxlığı necə dəyişəcəkdir? İndi baxaq. P nəyə bərabərdir? Rho RT bölünsün M-ə. M sabit, R sabit. İndi bax. Mənə sıxlığı soruşur. İndi baxaq. Bir halında təzyiq 100 imiş, 2 halında 200. Nə qədər olub? 2 dəfə artıb. Temperatura baxaq. 150-dən 300-ə gəlib. O da 2 dəfə artıb. P 2 dəfə artıb. T 2 dəfə artıbsa, buradan nəticə çıxır ki, rho sabit qalıb. Cavab B variantı. 2 eyni qabda M1 bərabərdir M, M2 bərabərdir 5M kütləli hidrogen qazı var. Hər iki qabda təzyiqləri eyni olarsa, temperatur nisbəti məndən soruşur. Baxın, P nəyə bərabərdir? Daha doğrusu PV bərabərdir M bölünsün M, T-yə. Qapalı qab dediyinə görə V sabitdir. Axırda da deyir ki, hər iki qabda təzyiq eynidir. Hər ikisi də hidrogen qazıdır. R də sabitdir. Onda M ilə T necə asılıdır? Yəni olduqlarına görə tərs asılıdır. Onda M2 böl M1 T1 böl T2-yə bərabərdir.
İndi yazaq. M2 nə qədərdir? M2 5M, M1 M. İxtisar gedəndə nə qalır? 5. Onda T1 bölü T2 nisbəti mənə 5 vermiş olacaq. Baxaq 32-yə. Vermiş kütləli ideal qaz üzərində gedən proseslərin qrafikləri göstərilmişdir. Hansı prosesdə qazın sıxlığı azalır? P bərabərdir rho RT bölünsün M-ə. Digər bu proseslərə bir-bir baxaq. Hər birini ayrı-ayrılıqda baxaq. Baxaq birinci 1-2 prosesinə. 1-2 prosesinə bax. Bax 1-2 prosesində T konstant qalıb. T konstantdırsa, P artırsa, onda rho da artmalıdır. Üstəra əsasən T sabitdirsə, P artanda rho da artır. Onda rho artır. İndi baxaq 1-3 prosesinə. 1-3 prosesində P ilə T'nin asılılığına baxın, düz mütənasib asılıdır. P ilə T düz asılıdırsa, deməli burada avtomatik nə olub? Rho sabit qalıb. P ilə T düz mütənasib asılıdırsa, onda burada rho sabit qalıb. Məndən sıxlığın azalmağını soruşur. Burada rho sabit qaldı. Deməli, bu variant deyil. 1-2, 1-3 prosesi deyil. İndi baxaq 1-4 prosesinə. Baxaq 1-4 prosesinə. Baxaq 1-4 prosesinə baxaq. Burada P sabit qalıb. Görürsünüz, P sabitdir. T artır. P sabit qalıb. T artırsa, bax P sabitdir. T artırsa, buradan rho nə olmalıdır? Yan-yana olduğuna görə azalmalıdır. İndi baxaq 1-5 prosesinə. 1-5 prosesində isə görürük ki, temperatur sabit qalıb. Temperatur baxın burada sabit qalıb və P nə olub? Azalıb. P azalıbsa, temperatur sabit qalıb. P azalırsa, onda rho da azalmalıdır. Sonra baxaq 1-6 prosesinə. 1-6 prosesində də P konstant qalıb. P konstant qalıb, T azalır. P konstant qalıb, T azalırsa, rho artmalıdır. Məndən ancaq sıxlığın azalma prosesini soruşur. 1-4-dədir, bir də 1-5-dədir. Cavab C. İdeal qazın təzyiqinin mütləq temperaturuna asılı qrafiklər verilmişdir. Hansı prosesdə qaz atomlarının konsentrasiyası ən kiçikdir? P nəyə bərabərdir? N-K-T-yə. Buradan N-i tapaq. P bölünsün K-T-yə. Konsentrasiyanın ən kiçik olması üçün həcmin, daha doğrusu konsentrasiyanın ən kiçik olması üçün bax, bu P bölü T nisbəti ən kiçik olmalıdır. Ona görə də bucaqlara baxacağım. Hansında bucaq kiçikdirsə, orada konsentrasiyada kiçikdir. Ən kiçik olan görürük ki, 5-dədir. Cavab olur Y variantı. Verilmiş kütləli ideal qaz üzərində gedən proses təsvir olunmuşdur. Aşağıdakı ifadələrdən hansılar doğrudur? Bunları silim. Baxın, P nəyə bərabərdir? Rho RT bölünsün M-ə. Mən buradan görürəm ki, eyni ideal qazlıdır. M sabitdir, R sabitdir. P rho ilə düzdür. P rho ilə düzdürsə, avtomatik mənim T-im sabit qalıb. Onda hansılar doğrudur deyir. Temperatur sabit qalıb, bəli. İndi bax, sıxlıq artıb. Sıxlıq artıbsa, rho da bərabərdir M bölünsün V-yə. Verilmiş kütləli M sabitdirsə, rho artırsa, V nə olmalıdır? Azalmalıdır. Onun görə cavab 1 və 3 B variantı. Verilmiş kütləli ideal qazın konsentrasiyasının mütləq temperaturdan asılı qrafik verilmişdir. P nəyə bərabərdir? N-K-T-yə. Baxın, 1-2 prosesində nə olub? N sabit qalıb. T nə olub? Artıb. T artıbsa nə olub? Mənim təzyiqim də avtomatik artıb. Cavab olur D variantı. Verilmiş kütləli ideal qaz izobar olaraq 600 Kelvindən 300 Kelvinə kimi soyudulursa, izobar deyirsə, P-ni konstant saxlayıram. Mənim temperaturum 600-dən 300-ə düşüb. Nə olub? 2 dəfə azalıb. Burada deyir, sıxlıq necə olub? P nəyə bərabərdir? Rho RT bölü M. Mənim P-im sabitdir. Temperaturum 2 dəfə azalıbsa, P ilə T yan-yana olduğuna görə mənim rho-um nə olub? 2 dəfə artıb. Cavab Y variantı. Bax, 37. Hansı prosesdə verilmiş kütləli ideal qazın izoxor soyumasına? İzoxor soyubsa, tez izoxorsa, V-ni konstant saxlayıram. İzoxor soyuduğuna görə T də, P də azalmalıdır. Hər ikisi düz mütənasib olaraq azalmalıdır. Bu da 1-5-də verib. Görürsünüz, T də azalır. P də azalır. Qazın sıxlığı dəyişmir. Baxın, PV bərabərdir T-yə. P ilə T düz mütənasibdirsə, burada V sabit qalır. Baxın, AB prosesinə baxın. AB prosesində də, CD prosesində də P ilə T düz mütənasibdirlər. Onda V sabit qalır. V sabit olduğuna görə rho da sabit qalır. Ona görə cavab A variantı. AB və CD proseslər. Verilmiş kütləli ideal qaz üzərində aparılan proses zamanı
kəməklərdən hansılar sabit qalır? Qrafikə baxırıq ki, n sabitdir. N sabitdir. N sabitdirsə, buradan V də sabitdir. Həcm sabitdir. 2 düzdür. Sonra orta kvadratik sürət yox. Çünki burada temperatur artırsa, orta kvadratik sürət də artmalıdır. Yəni 3 ola bilməz. Təzyiq də eyni şəkildə artmalıdır. Yalnız 2. İndi baxaq 40-a. Temperaturu 55 Selsi olan cismin temperatur göstəricini Fahrenheit və Kelvindən göstərin. Gəlin Kelvindən göstərək. Kelvin nəyə bərabərdir? T Selsi üstə gələk 273-ə. Yəni 55-in üstünə 273 gəlirəm. Bu da mənə 328 Kelvini verir. İndi Selsidən Fahrenheitə keçim. Yazaq. T Fahrenheit bərabərdir 5-də 9 T Selsi üstə gəlir 32. Deməli 5-də 9 Selsi 55 üstə gəlir 32. İxtisar getdi, qaldı burada 11. 99-un üstünə də 32 gələndə mənə verir. Deməli nəyi səhv etdik? Aha, 131-i verəcək mənə. 31 Fahrenheit'i verəcək. Cavab C variantı olacaq. Otağın temperaturu 30 Selsidir. Temperaturu Fahrenheit şkalası ilə göstər. Yenə yuxarıda qeyd etdiyim düsturdan gedəcəm də. 5-də 9 vur 30, üstə gələk 32. Bu da mənə nəyi verəcək? Deməli, 54 üstə gələk 32, 86 Fahrenheit'i verəcək. Deməli, kinetik enerjinin həcmdən asılılıq qrafiki verilibdir. Deyir, hansılar düzgündür? V sabitdirsə, onda konsentrasiya da dəyişmir, həcm də dəyişmir. Konsentrasiya dəyişmir, 2 düzdür. Sonra, həcm dəyişmir, YK artır. YK artırsa T də artır, P də artır. Temperatur artdığına görə, həm kinetik enerjinin orta qiyməti, həm də orta kvadratik sürət artıb. Və təzyiq də artıb, təzyiq azalmayıb. 2-3 prosesi düzgündür. İdeal qazın təzyiqi sabit saxlamaqla, təzyiqi sabit saxlamaqla P konstantdır. Bir halından 2 halına keçirmək üçün qazda olan maddə miqdarı necə dəyişmək lazımdır? Bax, PV nəyə bərabərdir? M bölünsün M RT. İndi baxaq görək. P sabitdir. Qrafikdən görünür ki, 1-2 prosesində V də sabitdir. Təzyiq nə olub? 1-dən 2-yə keçəndə 4 dəfə. 4-də 1-dən T1-ə gəlib. 4 dəfə azalıb. M-lə də T yox. Deməli, maddə miqdarı soruşur, yəni nünü. M bölüm nünü verir də. Onda nü ilə T yan-yana olduğuna görə bu da 4 dəfə artmalıdır. Cavab D variantı. PV diaqramının hansı nöqtəsinə verilmiş ideal qazın ən böyük temperaturu uyğundur? Deməli, PV bərabərdir T-yə. T-nin ən böyük olması üçün P də V də ən böyük olmalıdır. P-nin də V-nin də ən böyüyü 3-dədir. Kəsişdirəndə 3. Cavab C variantı. Vermişlər ideal qazın 5 halı şəkildə nöqtələrlə qeyd olunmuşdur. Sıxlıq ən böyükdür. Sıxlığın ən böyük olması üçün həcmin ən kiçiyini seçməliyəm. Bu da 1-dədir E variantı. Çünki həcm getdikcə artır. 1-də isə ən kiçikdir, 5-dən böyükdür. Balonda 10-5 paskal təzyiqdə qaz var. Qazın yarısı balondan çıxsa təzyiq nə qədər olar? PV nəyə bərabərdir? M bölünsün MRT. Ağzı bağlı balondur. V sabitdir. T sabitdir. Şərtdə verib. İndi M sabit, R sabit. Eyni qazdır da. İşimiz yoxdur bundan. İndi deyir ki, yarısı çıxarıldı. Yarısı çıxarılıbsa kütləsi nə olub? 2 dəfə azalıb. Qaz moleküllarının sayı kütləsi 2 dəfə azalıb. Onda V də 2 dəfə azalmalıdır. Yəni 10 üstü 5-dirsə 2 dəfə azalacaq. Olacaq 5 vur 10 üstündə 4-2-yə bölməliydik. 47. Sabit temperaturda ideal qazın bir halından 2 halına keçməsi üçün onun kütləsi necə dəyişmək lazımdır? Bir halından 2 halına keçəndə T sabitdir, P də sabitdir. İndi V nə olubdur? Bir halından 2 halına keçəndə V 3 dəfə artıb. V 3 dəfə artıbsa,
onda kütləsini də nə etmək lazımdır? 3 dəfə artırmaq lazımdır. Kütləsini də nə etmək lazımdır? 3 dəfə artırmaq lazımdır. P bərabərdir M bölü MRT. T sabitdirsə, P sabitdirsə, düzdürmü? V 3 dəfə artıbsa, kütlə də 3 dəfə artmalıdır. Çünki düz asılıdırlar. M ilə R sabitdir. Bunda V ilə M düz asılıdır. Baxaq 48-ə. Sabit həcmli. Yenə V-ni sabit saxlayıram. Qaz bir haldan 2 halına keçəndə onun kütləsi necə dəyişəcək? V sabitdir. Bir haldan 2 halına keçəndə görürük ki, P də sabitdir. Temperatura nə olub? Temperatur 400-dən gəlib 100-ə 4 dəfə azalıb. PV bərabərdir M bölünsün MRT-yə. Bax, indi V sabitdir, P sabitdir. M sabit, R sabitdir, onsuz da işimiz yoxdur. İndi bax, temperatur 4 dəfə azalıbsa, onda qazın kütləsi 4 dəfə artmalıdır. Bu da A variantıdır. Sabit həcmli V konstantdır. İdeal qaz halının dəyişmə qrafiki göstərilmişdir. 1, 2, 3 nöqtələrinə uyğun kütlələr arasında hansı münasibət düzgündür? Prosesinə. PV bərabərdir M bölünsün MRT-yə. Düzdürmü? Baxın, bir halından 2 halına keçəndə nə sabit qalıb? Temperatur. Və həcm də sabitdir. Bir halından 2 halına keçəndə P azalıbsa, deməli M azalmalıdır. Yəni 1-dən 2-yə keçəndə mənim M-im azalmalıdır. Deməli 1-də kütlə 2-dən çoxdur. İndi baxaq 2-3 prosesinə. Yeni industri yazın. PV bərabərdir M bölü MRT. Həcm sabitdir və 1-2-3 prosesinə daha doğrusu P də sabitdir. Temperatur artır. Temperatur artırsa M ilə T yan-yanadır. Onda M azalacaq. Artıq görürük ki, 2-dən 3-ə gedəndə kütlə yenə azaldı. Onda M2-də M3-dən böyükdür. Ən böyük M1-də, ən kiçik M3-də. Cavab A variantı. Baxaq 49-a, baxdıq 50-yə. Suya Fahrenheit və Celsius şkalalı 2 termometr salınmışdır. İstilik tarazlıq halında Fahrenheit şkalası 3,8 dəfə Celsius şkalasından çox olarsa suyun temperaturunu Celsius'ini tapın. T Celsius nəyə bərabərdir? 5-də 9. Daha doğrusu 9-da 5. Belə yazaq. T Fahrenheit 5'də 9 T Celsius üstə gəlir 32'yə bərabərdir. Fahrenheit'in yerinə 3,8 T Celsius 9'u 5'ə bölək yazaq da yazaq 1,8 T Celsius üstə gələk 32'yə. Keçirdik bu tərəfə. Olacaq 2 T Celsius 32 isə onda T Celsius 16 dərəcəni göstərəcək. 16 Celsius göstərəcək. Yəni suyun temperaturu Celsius ilə olacaq 16 Celsius. İndi baxaq 51'ə. VT koordinat sistemində verilmiş bir atomlu ideal qazın halının dəyişməsi təsvir edilmişdir. 1, 2, 2, 3 prosesində nə fasilat baş verir? Bir-bir araşdıraq. 1, 2 prosesinə baxaq. 1, 2 prosesində V də artır, T də artır. Deməli, burada nə olub? P sabit qalıb. P sabit qalıb. V artır. P artır. V artdığına görə konsentrasiya azalır. Sonra P yolu üzr istəyirəm. T yazmaqdan P deyirəm. V artır. T artır. Konsentrasiya azalır. Temperatur artdığına görə kinetik enerji və molekulanın orta kinetik enerjisi və orta kvadrat sürəti də olur artır. İndi baxaq. 1-2 kesidlərinə verib. Konsentrasiya azalmalıdır, yoxdur. Kinetik enerji artıb, bəli. Sizə getdi bura. İndi 2-3 prosesinə baxaq. 2-3. 2-3-də T konstant qalıb. V nə olub? 2-3-də baxın. V azalıb. V azalıbsa, T konstantsa, onda P avtomatik artmalıdır. Sonra temperatur sabit qalıbsa, eyni şəkildə mənim kinetik enerjim də sabit qalmalıdır. Kinetik enerjinin sabit qaldığı, bax, Y getdi bura. Y getdi, S getdi. Sonra V azaldığına görə N artmalıdır. Burada konsentrasiyamın artmağını da buraya yazacağım. Y, A getdi 2'yə. Sonra baxaq 3-1'ə. 3-1 prosesinə. Baxın, 3-1 prosesində V konstant qalıb. 3-1 prosesində V konstant qalıb. T nə olub?
Baxın qrafikə azalıb. Onda P də azalacaq. V sabit qaldığına görə burada N də sabit qalacaq. Ona görə B getdi 3-cüyə. Aha. Sonra T azaldığına görə də kinetik enerji də azalacaq. D də getdi bura. C, Y, A və B-dir. İdeal qazın mütləq temperaturunun molyar kütlədən asılılıq diaqramında verilmiş nöqtələrə uyğun qaz molekularının orta kvadratik sürətini yazın. Baxın, V nəyə bərabərdir? Deməli, orta kvadratik sürət mən elə düstur yazmalıyam ki, orada həm T, həm M olsun. Onda yazacağım 3KT bölünsün M-ə. Kök altında. İndi baxaq, T-ni M-ə bölməliyəm. Bu asılıq mənə 3K kök altında tangens alfanı verir də. İndi gəl bunların hər birindən ox keçirdək. Deməli, hansında bucaq çoxdursa, orada tangens çoxdur. Tangens çox olduğuna görə də V də çoxdur. Çünki V onun kök altısı ilə düz asılıdır. İndi baxaq, hansında bucaq çoxdur? 1-də daha çoxdur, ən kiçik isə 3-dədir. Ona görə 1 ən böyükdür. Məndən də artan sıra ilə deyir. Artan sıra dediyinə görə 3 ən kiçikdir. Və 3. Sonra 2, ən böyük isə 1-dir. V3, V2 və V1.